Yekun olaraq demək istəyirəm ki, oruc yalnız bir ibadət deyil dostlar, özünüzü kəşf etdiyiniz bir səyahətdir. Bu səyahətdə hər bir addım sizin disiplininizi, özünüzə olan inamınızı və iradənizi gücləndirir. Orucun sağlamlığa faydaları elmi cəhətdən sübut olunmuşdur. Böyümə hormonunun artması, autofagiyanın aktivləşməsi, metabolizmanın tənzimlənməsi, iltihabın azalması və ruhi doyum kimi bir çox fayda orucu müasir dövrdə də əvəz olunmaz edir. Lakin oruc tutarkən sağlamlıq vəziyyətinizi nəzərə alın və həkim məsləhəti ilə hərəkət edin. Ümumiyyətlə, fasiləli aclıq və ya başqa deyimlə aralıqlı oruc texnikasını təkcə Ramazan ayında deyil, ümumiyyətlə gündəlik yaşam tərzinizə uyğunlaşdırsaz, bunun sizin üçün nə qədər xeyirli olduğunun fərqinə varacaqsınız. İntervalla qida mövzusu barədə ətraflı digər videoda yenə görüşəcəyik. Bu videonun isə sizə faydalı olduğunu düşünürsünüzsə, bəyənib paylaşmağı unutmayın. Şərh bölməsində oruc haqqında fikirlərinizi yaza bilərsiniz. Növbəti videoda görüşənədək sağlıqla qalın.